Sualımız belədir. Kəsmə yüksəkliyi 25 metr olarsa, horizontal sxemdə göstərilən dərinlik hansı çökəkliyə uyğun gələ bilər? İlk öncə biz diqqət etməliyik ki, bizim horizontal sxemimizdə neçə horizontaldan istifadə edilib. Görürük ki, burada 6 dənə horizontaldan istifadə edilib. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və 6-cı horizontal. Və kəsmə yüksəkliyimiz 25 metrdir. Xarici horizontalımızın mütləq hündürlüyü verilib 0 metr. Və biz görürük ki, bu horizontal sxem dərinliyin təsiridir. Dərinliyin təsiri olduğu üçün horizontal sxemimizdə xarici horizontaldan sonraki horizontallarda 0 metrdən aşağı rəqəmlər qeyd edilməlidir. Deməli, birinci xarici horizontalımız 0 metrdir. Məhz ona görə ikinci horizontalımız mənfi 25 metr olacaq. Üçüncü horizontalımız mənfi 50 metr. Dördüncü horizontalımız mənfi 75 metr. Beşinci horizontalımız mənfi 100 metr. Nəhayət sonuncu horizontalımız isə olacaq mənfi 125 metr dərinliyində. Biz bilirik ki, bu horizontal sxemin dərinliyi mənfi 150 metrdən dərin ola bilməz. Çünki artıq mənfi 150 metrdən dərin olsaydı, biz 7-ci horizontalda çəkməliydik. Ona görə bilirik ki, bu horizontal sxemin dərinliyi mənfi 125 və mənfi 150 metr aralığında bir dərinlikdir. Məhz ona görə variantlara baxaraq biz hansı çökəkliyin bu horizontal sxemə uyğun gəldiyini təyin edə bilərik. Ölüm dərəsi Şimali Amerikanın ən dərin çökəkliyidir və mənfi 86 metr dərinliyindədir. Qıxor çökəkliyi Avrasiya materikinin ən dərin nöqtəsidir. Mənfi 403 metr dərinliyindədir təxminən. Assal gölü Afrikanın ən dərin çökəkliyidir. Təxminən mənfi 157 metr dərinliyindədir. Tufan çökəkliyi Çində yerləşir və mənfi 155 metr dərinliyindədir. Qaraciğer çökəkliyi isə Qazaxıstanda yerləşir, mənfi 132 metr dərinliyindədir. Və biz burada görürük ki, Qıxor, Assal, Turfan çökəklikləri mənfi 150 metrdən dərindir. Bu çökəklikləri təsvir etmək üçün daha çox horizontal tələb olunur. Ölüm dərəsi isə mənfi 86 metrdir. Ölüm dərəsi üçün isə daha az horizontaldan istifadə olunmalı idi. Qaraciğer çökəkliyi mənfi 125 metr ilə mənfi 150 metr arasında dərinliyə uyğun gəldiyi üçün burada doğru variant qaraciğer çökəkliyidir.